Yani Free Fire videomuza hoş geldiniz. Dostlar bugün ben sizlerle FF o yani ki bizim klan liderimiz hem de YouTuber'dir. Girip kanalına abone olabilirsiniz. Xeltrix FF yazarak. Bunlar da bizim dostlarımızdır. Benim de kanalımı X9 Ara Miriyev yazarak kanalıma abone olup dəstək verə bilərsiniz. Dostlar, keçək bölümümüzə klanımızı sizə göstərdim. Kim istəsə buyurub klanımıza gəlirlər. Klanımızı inşallah 6 səviyyə edəcəyik. Sizlər də klanımıza gəlmək istəyirsinizsə mənə YouTube'da yorum yaza bilərsiniz ki, mən də sizin klanınıza gəlmək istəyirəm. Zeko İbiş dostumdur. Yəni çox yaxın dostdur. Onunla oynayacağıq. Görək nə qara bildik. Aşağıda kim var burada? Gitti. Çık oradan. Oradan. Oy, çok güzel. Bu hassasiyeti size bu iki video bundan qabaqda sizə bu hassasiyeti göstərmişdim. Bu hassasiyeti xoşlayanlar girib baxın, sizə bu videonun axırında yenə göstərəcəm bu hassasiyeti. Kim istəsə girib hassasiyeti yoxlaya bilər. Sizə bütün telefonlarda keçərlidir. Ayda mən altdakı vurdu. Gördünüz dostlar, mən onu qoymuşdum, mən altdakı vurdu. Yoxsa getmişdim. Bu oyun deyəsən getdi. Yumruq gəlir dostlar. Zeko İbiş dostumuz nə varacaq? Oo, kafa tutdu. Dostlar, bu hassasiyet var ha. Mənim bu hassasiyetim bütün telefonlarda keçərlidir. Canı yox imiş iman. Bunlar nədirlər? Dostlar, gördüğünüz gibi biz ikimiz de eyni klanlar. X9 military Deagle seçsə qəşəng olar. Qəşəng ikili pompalı da çox qəşəng. İkili pompalı ilə Deagle ən xoşuma gələn silahlardan biriləri. Görelim ne olabilir. Oy qəşəng. Koroni. Qəşəng. Oyuncular qəşəngdir. Bot oyunçuluğu qəşəngdirlər dostlar. Təşləməyə də qəşəngdirlər. Dostlar, bizim klan liderimiz var ha. O çox qəşəng klan lideridir. O, mən özüm baxıram dostlar. O çox qəşəng klan lideridir. O, məsələn, biz təşləyirik ya. Məsələn, bu Zeko ikisinə təşləyirlər ha. O sayılmır dostlar. Klanımızda var ha. Klanımızda elə bir qayda yoxdur ki, kimsə təkləsin. Öz klanımızda, məsələn, sənə vs atmıram. Siz küssüz mən təkləyə bilmərsiniz. Bizim klanda elə bir şey yoxdur. Və bizim klanda, məsələn, mən sənə hasar vurmuşam, öz klan oyuncumuzsan. Mən sənə hasar vurmuşam, sən də mənim klan oyuncumuzsan da. Sən mənə müsaade eləməlisən ki, chat basım. Onun hamısına müsaade olmalıdır dostlar. Dostlar, bilirsiniz mən yanlış kurtunun əlinə xoşum gəlmir. Silahlar var ha. Məsələn, ağac kakan da. Ağaç kakanı.
Castlevania'dan gördünüz dostlar, bu hassasiyeti size bu videonun axırında göstereceğim. Dostlar, tek o ip işe niyeyse biraz zayıf oynadı bu oyun. Yağın interneti zayıf. Ayda ikisine yeter kaçlıları, botlar. Ayda aşağıdan yukarıda tarayılsınız. Yok. Taramak beş problem. Ben de sizi tarayabilirim. Dostlar, bir tane taramak götüreyim. Ne götüreyim? Thomas'ını götüreyim. Dostlar, Thomas'ını götürdüm. Thomas'ını götürdük. Tara geçsin Allah. Qoy sizə, mən bütün fərqli silahları götürdüm ki, məsələn, taramaqdır. Görəsiniz ki, kafa gedir. Tək güllərdə Deagle'lan var ha. Deagle'lan yaxşı kafalar gedir, amma özüm bırakırdım. Bunlar niyə gəlmir? Ay da nə tapısı burada? Bot. Son sözsüz dostlar, bu taramaq, təşləmək sayılmadı bu. Mənə vurdular. Mən orada pısı, mən elə bildim ki, çıxıblar. Yoxsa sizə mən hassasiyetimi göstərəcəkdim. Baxın, pısı vurdum bu kimi. Burada keçsən bilsən. Dostlar, 90 vursam mən. Burası götürür. Tut bakın. Yaşım. Gördünüz dostlar, uzaktan necə hassasiyet bomba kafa getdi. Bu hassasiyeti istəyənlər bir dənə zəhmət olmasa. Baxın, Deagle indi götürdüm. Bir dənə də pompalı, bir dənə bununla. Alaçakanı bıyaqlar gördünüz zaten. Bakın, bu silahla %100 kafa mən sizə deyirəm. Bakın. O tərpənmədi. Gördünüz mü? O tərpənmədi. Size bu. Allah tutmasın.